Herkese salam. Bugün sizə IT konsalting haqqında danışacağıq. IT konsalting şirkətlərin hansı sistemə investisiya etməli olduğunu, proseslərin necə avtomatlaşdıra biləcəyini və təhlükəsizlik risklərini necə azaldacağını bilmədiyi hallarda dövrəyə girir. IT konsalting bizneslərin texnologiya ilə bağlı daha düzgün qərar verməsinə, sistemlərin optimallaşdırılmasına və rəqəmsal inkişaf strategiyasının formalaşdırılmasına kömək edir. Proqram təminatından şəbəkəyə, təhlükəsizlik səviyyəsindən iş prosesinə qədər detallı analiz edir və həmin analizlərə əsasən ən səmərəli həlli təklif edir. Konsultantlar cari vəziyyəti obyektiv qiymətləndirir və ona uyğun həm qısa, həm də uzun müddətli həllər təqdim edir. IT konsultantlar təhlükəsizlik boşluqlarını müəyyən edir, eyni zamanda lazımsız xərcləri aşkar edərək resursların daha səmərəli istifadəsinə kömək olur. Nəticə etibarilə IT konsalting bizneslərin texnoloji həllərdən maksimum düzgün, təhlükəsiz və səmərəli istifadəsini təmin edən strateji bir tərəfdaş rolunu oynayır və şirkətin daha dayanıqlı və təhlükəsiz texnoloji infrastrukturu qurmasına kömək edir. Siz də şirkətiniz üçün düzgün IT konsalting xidməti axtarırsınızsa, elə indi Abicom-a müraciət edin.